Bismillah, bismillah, elhamdülillah ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ala Muhammed ve accil fərəcə. Bu günləri böyük bir şəxsiyyətin, əzəmətli bir şəxsiyyətin şəhadətinin il dönümünə toplaşmışıq. Elə bir şəxsiyyət ki, ilahi rəhbər, ilahi vəli və ilahi höccət onun barəsində buyurur ki, ondan kömək istəyin. O, necə ki, sağlığında müqavimətin seyyidi idi, şəhadətindən sonra da yenə müqavimətə öylü eləyir. Yenə bu yolda kömək eləyir. Müqavimət cəbhəsi yenə bu şəhiddən kömək istəsinlər. Və biz də onun köməyinə mühtacıq. Allah Taala onu bizə köməkçi qərar versin və müqavimət cəbhəsini düşmən müqabilində qalib eləsin. İlahi rəhbər buyurur ki, hamımız Seyyid Həsən şəhadətinə görə müsibət görmüş və əzadarıq. Bu böyük bir itkidir və ciddi şəkildə bizi əzadar elədi. Biz ikinci elə bir şəxsiyyət görməmişik ki, ağa onlar barəsində bu sözü desin. O qədər Seyyid Həsən şəhadəti ağır idi və böyük bir itki idi. O da onun şəxsiyyətinə və əzəmətli olmasına görə idi. Seyyid Həsən barəsində ilahi rəhbər buyurur ki, o bir məktəbdir. O adi bir şəxsiyyət deyil. O sadə bir şəxsiyyət deyil. O bir məktəbdir. Mənası budur ki, yəni gərək gedək ondan öyrənək necə İslama tabe olmaq lazımdır. İslamın tərəfindən bizə təyin olunmuş ilahi rəhbərə necə tabe olmaq lazımdır. Onun təfəkküründə bu idi ki, o ali məqam şəhid İslam Respublikasının müqəddəs sistemini vilayət fəqih rəhbərliyi ilə bir yerdə bu sistemi İslam ümmətinin mərkəzi qərargahı hesab edirdi. Necə ki, Hacı Qasım da bu sözü öz çıxışında buyurmuşdu ki, İran İslam Respublikası hərəmdir. Elə bir mərkəzdir ki, əgər bu hərəmə nəsə olsa, yer üzündə heç bir hərəm salamat qalmaz. Yəni, Məkkədə, Mədinədə, Nəcəfdə və başqa yerlərdə olan Əhl-i Beytin, Peyğəmbərin hərəmlərini hamısını dağıdarlar. Ona görə də Seyyid Həsən fikrində bu idi ki, bu ümmətin mərkəzi qərargahı İran İslam Respublikasıdır. Və o deyirdi ki, əsas öndə duran məsələ bu qərargahı qorumaqdır. Və onun bu fikri tohiddən qaynaqlanan bir fikir idi. Çünki bizim dinimizin əsası, özəyi tohid olduğuna görə və tohidi də biz əqli dəlillərdən ictimai həyatda biruzə verəndə, yaşatmaq istəyəndə tohidi olur İslam hökuməti. İslam hökuməti dinin özəyi olduğuna görə və o da İran İslam Respublikasında qurulduğuna görə düzdür o İranda yaşamırdı, Livanda yaşayırdı, xarici bir vətəndaş idi. Amma onun əsli, öncül hədəfi buydu ki, İranda olan bu hərəm, bu xeymə qorunmalıdır. Və bu bütün müsəlmanların əsli təfəkkürü olmalıdır. Tohidə etiqadı olan, tohidi qəbul edən, başa düşən hər bir müsəlmanın öndə duran vəzifəsi bu olmalıdır. Yəni, məxsusən Şiə. Dünyanın hər bir yerində olur olsun, yəni məkanından asılı olmayaraq, onun əsli, öncül hədəfi, fikri bu olmalıdır ki, İranda olan bu İslam Respublikası qorunmalıdır, hifz olunmalıdır. Baxın, Seyyid Həsən kimi böyük şəxsiyyətə bizim ehtiyacımız var. Çünki ilahi rəhbər buyurur bu məktəbdir. Niyə görə ehtiyacımız var? Çünki xilqətin hədəfi, yaradılışın hədəfi onun kimi olmaqdan keçir. İndi mən izah edəcəm. Baxın, Mənzumə kitabında ilahi rəhbərin sistematik fikir toplusu kitabı var. Orada bir gözəl bəhsi açıqlayıblar. O bəhs bundan ibarətdir ki, Allah Taala bu aləmi öz hakimiyyətini yer üzündə bərqərar etmək üçün yaradıb. Əslində Allah bu yer üzünün hakimidir. Amma o yaradılış, bir var yaradılış aləminin hakimiyyəti, təkvini hakimiyyət deyirlər. Yəni, bütün ixtiyarsız məxluqlar, hətta ixtiyarlı məxluqlar yaradılış aləmində Allah Taala'nın hakimiyyəti altındadılar. Necə ki, Əleyhisselam Qomel duasında buyurur ki, Allahümme azumə sultanuk və ala məkanuk və xəfiyyə məkruk və zahərə əmruk və qələbə qəhruk və cərət qudrətuk və la yumkinul firar min hukumətik. İlahi, sənin hökumətindən qaçmaq mümkün deyil. Niyə? Çünki bütün insanlar, bütün məxluqlar hamısı Allah Taala'nın hökumətinin hakimiyyətinin altındadılar. Bu hansı hökumətdir burada? Əleyhisselam buyurur ki, yer üzündə olan bütün məxluqlar, yaradılış hamısı Allahın hakimiyyəti altındadır. Və yuxarıda buyurur, əzumə sultanuk, sənin sultanlığın ən əzəmətli sultanlıqdır. Sən bu aləmin padşahısan, sultanısan. Cərət qudrətuk, sənin qudrətin cari olur bu aləmdə. Bu aləmin qudrət sahibi sənsən. Yaxşı bəy, qudrət sahibi Allahca, bəs bu şeytanlar nə? Şeytanların bu nümayəndələri, Amerikada, İsraildə, o, bu, Allahın dininin qabağında onda nə atılıb düşürlər? Yəni, qudrət Allahındırsa, bəs bunlar nədir? Bu hansı qudrətdir? Burada deyilən qudrət təkvini qudrətdir. Yəni, bütün yaradılış aləmi, hətta o insanlar da Allahın qudrətinin altındadılar. Yəni, Allahın izni olmadan onlar heç bir iş görə bilməzlər. Hətta onların nəfəslərinin gedib gəlməsi, ürəklərinin işləməsi, orqanlarının işləməsi, bütün bu aləmdə olan səbnətcə qanunları ki, Allah Taala yaradır, hamısı Allahın qudrəti əsasındadır. Allahın hakimiyyətinin altındadır. Yaxşı, bəs onda Allah Taala hansı hakimiyyətin yaranmağını insanların öhdəsinə qoyub? Biz deyəndə ki, Allah bu aləmi hakimiyyət üçün yaradıb, öz ilahi hakimiyyətinin yer üzündə qurulması üçün yaradıb. Bəs o hansı hakimiyyətdir? O hakimiyyəti var da.
Burada cavab veririk ki, o təşrii hakimiyyətdir. Yəni Allah Taala istəyir ki, necə ki yaradılış aləminin hakimidir, eləcə də şəriət və qanun cəhətindən insanlara qanun göndərib, peyğəmbər göndərib, Quran göndərib, kitab göndərib, ixtiyar da verib insanlara. İstəyib ki, insanlar özləri Allah Taala'nın bu qanunlarını yer üzündə icra etməklə, ilahi hökumət qurmaqla Allahın hakimiyyətini yer üzündə bərqərar eləsinlər. Yəni insanlar öz ixtiyarları ilə bu işi görsünlər. Onda həm təkvini cəhətdən Allah yer üzünün hakim olacaq, həm də təşrii cəhətdən. Hələlik təşrii cəhətdən yer üzündə hələ ilahi hakimiyyət qurulmayıb. Bəli, İran İslam Respublikasında qurulub. Burada ilahi hakimiyyət qurulub. Yəni təvhid hakimiyyəti, Allah Taala'nın buyurduğu hökumət burada həyata keçib. Yəni ilahi qanunlar əsas qanunlarda yer alıb. Amma bu gərək bütün dünyada baş versin. Yəni İmam Zaman Əleyhisselam gələndə yer üzündə bu ilahi hakimiyyəti quracaq. Allah Taala peyğəmbəri də bunun üçün göndərmişdi. Deməli, xilqətin hədəfi həmin bu ixtiyari şəkildə yer üzündə ilahi qanunların qurulması, İslam hökumətinin qurulması və ilahi hakimiyyətin yer üzündə bərqərar olunması üçündür. Bütün peyğəmbərlər də bunun üçün gəlmişdi, dinlər də bunun üçün göndərilmişdi və İslam da bunun üçün gəlib. Peyğəmbərimizin də Quranda deyilən "Ərsələhu bil-huda və dinil haqq liyuzhirahu aləd-din kullih" bunun üçündür. Allah peyğəmbəri göndərdi ki, yer üzündə peyğəmbərin dinini bütün dinlərə qalib eləsin. Yəni yer üzündə peyğəmbərin dini hakim olsun, İslam yer üzünə hakim olsun, İslam hökuməti qurulsun cahanda. Və İmam Zaman Əleyhisselam bu işi görəcək, buna Quranda Allah Taala vədə verib. Bu 100% idi, qətidir. Bunda zərrə qədər şək yoxdur. Bu ilahi hakimiyyət qurulacaq. Niyə? Çünki bu aləm bunun üçün yaradılıb. O kitabda deyir ki, bunun həyata keçməsi üçün, bu hədəfin həyata keçməsi üçün 3 dənə mərhələ var. Düzdür, bu 3 dənə mərhələ ardıcıl deyil. Yəni elə deyil ki, biri, sonra ikincisi, sonra üçüncüsü yox. Üçü də paraleldir. Biri budur ki, Allahın yer üzündə olan insanlar üçün təyin elədiyi rəhbər və ona ilahi rəhbər ümmətin döyünən qəlbi adını verir. Yəni o rəhbər kimdir? Ümmətin döyünən qəlbidir. Yəni ümmətə o qan verir, o can verir, o hərəkət verir. Qəlb odur. Mərkəz odur, mehvər odur, əsas odur. Hamı onun başına yığışır. Allahın qoyduğu bu imam ilə Allah tərəfindən təyin olunmuş bu rəhbər ilə yer üzündə olan ümmət arasında, müsəlmanlar arasında möhkəm, sıx peyvənd yaransın. Fikri cəhətdən, yəni fikir cəhətdən öz fikirlərini ilahi rəhbərin fikrindən uyğunlaşdırmalıdırlar. Qəlbi cəhətdən, yəni qəlbi cəhətdən onun ağanın buyurduqları, o rəhbərin buyurduqlarına təslim olmalıdırlar. Çünki bəzi vaxt insan fikrini bilir, amma qəlbən təslim olmur, tənbəllik eləyir, nəfsinə uyur. Yox, qəlbən də təslim olmalıdır, əmələn də nə etməlidir? İtaat etməlidir. Buna deyirlər vilayət. Yəni bütün bu aləm bunun üçün yaradılıb ki, ilahi hakimiyyət həyata keçsin, onun da həyata keçməyi bundan keçir. Allahın qoyduğu rəhbərlə ümmət arasında olan sıx vilayət. Fikri, qəlbi, əməli cəhət. İkinci nədir? İkinci möminlərin öz arasında olan sıx vilayət və peyvənd və birlik. Nə cəhətindən? Fikri cəhətdən, qəlbi cəhətdən və əməli cəhətdən. Bu necə yaranır? O da əgər insanlar, möminlər öz aralarında ilahi rəhbərin fikirlərini yaysalar, hamı da əgər bir fikir olsa, hamı da əgər o rəhbərin fikri olsa, deməli hamı bir-birindən həm fikir olacaq. Hamı da həm fikir olsa, deməli vəhdət yaranacaq. Bu oldu ikinci mərhələ. Üçüncü mərhələ nədir? Üçüncü mərhələ də kafirlərin vilayətini, fikri, qəlbi cəhətdən, əməli cəhətdən olan vilayətini qət edib, kəsib atmaq. Onların mədəniyyətdə, adətlərdə, filmlərdə, geyimdə, yeməkdə, həyat tərzində olan bütün təsirlərini, bütün mədəniyyətlərini nə etmək? Qırıb atmaq. Əgər bu 3 dənə mərhələ həyata keçsə, o ilahi hədəf həyata keçəcək. İmam Zaman Əleyhisselamın zuhuru da bundan asılıdır. Şəhid Seyid Həsən bu yolda addımladı. Bu ilahi hədəf yolunda addımladı. Və ilahi rəhbər buyurur, o məktəbdir. Yəni biz də gərək bu yolda addımlayaq ki, o ilahi hədəf üçün nəsə etmiş olaq. Seyid Həsənlə vilayət fəqihə olan baxışı necə idi? Bir dəfə Həzrəti Şeyx Ayətullah Misbah Yəzdi üçün öz vilayətə fəqihə olan baxışını izah eləyir. Və öz əqidəsini ona təqdim eləyir. Soruşsun ki, ey Əllamə, ey Ayətullah Misbah, mənim bu əqidəm, vilayət baxışı olan əqidəm düzdür yoxsa düz deyil? Və Əllamə də onun o baxışını təsdiqləyir, imzalayır ki, bəli, həqiqətən də vilayətə olan baxış elə bu cür olmalıdır. Seyid Həsən buyurur ki, mən Əllamə Misbaha dedim ki, biz vilayətə elə bir şəkildə inanırıq ki, bu hətta bir çox İranlı qardaşlarımızdan da fərqlidir. Yəni İranda olanların heç özü də vilayətdə bu həddə gəlib satmayıblar. Baxışları bu həddə deyil. Burası mən izahımda deyirəm ha. Əllamə Misbah soruşur ki, necə? Yəni sənin vilayət fəqihə baxışın necədir ki, İranda olan baxışdan fərqlidir? Seyid Həsən buyurur ki, mən dedim, biz belə inanırıq ki, əgər vəliyə əmr, yəni vəli fəqih, bir göstəriş versə, ona itaat etməliyik. Yəni bir şeyi bizə vacib eləyibsə, onu mütləq həyata keçirtməliyik. O biri tərəfdən hansısa bir işdən bizi çəkindiribsə, deyibsə haramdır, məsələn, qadağandır, ondan da 100% çəkinməliyik. Burası nədir? 100%, yəni qəti şəkildə qəbul. Burasını yəni İranlılar da eyni ilə qəbul edir. Amma hansı yeri fərqlənir? Burasıdır fərqlənən yeri. Buyurur ki, amma biz onun əsaslarını, prinsiplərini
və onun rəftar üslublarını, məsləklərini, yəni düşüncə tərzini də tanıyırıq. Yəni bilirik ki, ilahi rəhbər danışmamışdan qabaq düşüncə tərzi nə formadadır? Oxşuyur eyni ilə İmam Əli əleyhissalamın Malik Əşdəri Misirə göndərəndə dediyi sözə. Əli əleyhissalam buyurur ki, Malik Əşdər Misirdə hər nə desə, onun nəzəri mənim nəzərimdir, onun sözü mənim sözümdür. Yəni nə? Yəni Malik Əşdər zamanəsinin imamı Əmir əl-Möminin Əli əleyhissalamın fikrini elə mənimsəyib ki, onun düşüncə prinsipini bilir. İmam onun yanında deyil, danışmır, demir. Eşitmir imamını, amma bilir ki, imam nə deyir. Ona görə də imam deyir ki, o nə desə, bəli 100 kilometr fasilədən buyurur ki, Malik Əşdər nə desə mən onu deyirəm. O onun fikir yaxınlığını göstərir. Fikir cəhətdən, qəlbi cəhətdən və əməli cəhətdən Malik Əşdər necə öz zamanəsinin imamına vilayətdə bağlanıb. Həqiqi vilayətin elə tərifi budur da. Vilayət yəni nə? Yəni fikir, qəlb və əməl cəhətindən məmumun imama olan bağlılığı. Bu Malik Əşdərdə var idi. Seyyid Həsən buyurur ki, biz onun bu düşüncə prinsiplərini ələ gətirmişik. Onun düşüncə tərzini tanıyırıq. Məsələn, bir məsələni araşdırarkən ehtimal versək ki, bu iş onun razılığına səbəb olar, sözü deməyib bizə, amma ehtimal veririk ki, bu iş onun razılığına səbəb olar, biz o işi görürük. Həmçinin sadəcə ehtimal versək ki, bu iş onun qəzəbinə səbəb olar, narahatçılığına səbəb olar, yəni mən bu işi görsəm narahat olar, deyir, biz o işi tərk edirik. Bir var ki, söz desin, bu işi elə, o işi eləmə, biz itaat eləyək. Bir də var, yox, söz demir. Mən onun qəlbinin razılığını qazanıram. Qəlbinin razılığını ələ gətirmişəm, bilirəm ki, razılığı nədədir, onu eləyirəm, sözsüz. Yəni mən imamı hiss edirəm, mən imamı yaşayıram. Baxın, Vəliyə Fəqih İmam Zaman əleyhissalamın naibi olan, haqq naibi olan İmam Xameneyi hər yerdə hər kəsə məktəb demir ki, universitet tələbələrinə sual verəndə ki, sənin bəzi nümayəndələrin sənin fikrinin əleyhinə söz deyirlər. Biz neyniyək? Sənin fikrini götürək, yoxsa onların sözünü qəbul edək? Onlar da axı sənin nümayəndəndir, sənin tərəfindən söz deyirlər. Yəni iddia edirlər ki, sənin tərəfindən söz deyirlər. İndi biz hansını qəbul edək? Hansı ilə gedək? O iddia eləyənlərin sözü ilə gedək? Onların iddiasını mötəbər bilək, yoxsa sənin sözünə qulaq asaq? İlahi rəhbər buyurur ki, mənim nəsb elədiyim, yəni vəzifəyə təyin elədiyim və nümayəndə qoyduğum şəxsiyyətlər dünyada çoxdur. Amma belə deyil ki, onların hamısı oturub öz fikirlərini mənim fikirlərimlə uyğunlaşdırıblar. Əslində ağa bu cümləni gətirir. Yəni biz oturub bir yerdə fikirlərimizi uyğunlaşdırmamışıq. Nə? Yəni bu ki, əslində onlar gəlib imamın fikirlərinə özlərini tətbiq verib uyğunlaşdırmalıdırlar. Nə ki, imam gedib onların özünü uyğunlaşdırmalıdır. Bəs ağa onları niyə təyin edir? Burada bir irad çıxır ortaya. Ağa buyurur ki, mən onları ümumi cəhətdə baxıb görürəm ki, məsələn, düşmənlə bağlı eyni səngərdəyik. Ümumi cəhətlərdə həm cəhət olduğumuza görə deyir, təyin edirəm, seçirəm, nümayəndə qoyuram. Amma fikir cəhətdən necə? Görəsən, fikir cəhətdən də mənlə tam uyğunlaşıblar. Ağa buyurur, yox, belə deyil. Biz oturub bunları eləməmişik. Yəni əslində onlar gəlib mənim fikirlərimlə öz fikirlərini uyğunlaşdırmayıblar deyənə, ağa buyurur ki, nə qədər ki mən sağam, mən özüm mötəbərəm. Mənim sözümə qulaq asın, mənim dediklərimə qulaq asın. Bunun müqabilində ağa buyurur ki, Seyyid məktəbdir, Seyyid Həsən məktəbdir. Yəni ondan öyrən, ona get şagirdlik elə, gör necə mənim fikirlərimi mənimsəyib. Buna bir dənə nümunə, o 33 günlük müharibədən qabaq Livanda olan Hizbullahın mütəxəssis döyüşçüləri, yəni döyüşdə təcrübəli komandirlər. Onlar bir dənə məclis qururlar. Otururlar, vəziyyəti təhlil edirlər. Ki, görəsən, belə bir vəziyyətdə bizim döyüşə girməyimiz düzgündür, yoxsa yox. Onlar təhlildən sonra bu nəticəyə gəlirlər ki, biz belə vəziyyətdə gərək döyüşə girməyək. Təhlildən sonra ağaya Hacı Qasım xəbər gətirir ki, vəziyyət pisdir. Livanda vəziyyət pisdir və biz belə bir vəziyyətdə döyüşü məsləhət görmürük. Amma ağa nə məsləhət verir? İlahi rəhbər Hacı Qasımla xəbər göndərir ki, siz bu döyüşə daxil olun, siz bu döyüşü davam eləyin və bilin ki, ilahi qələbə sizlə olacaq. Onlar da o bütün öz təhlillərini, fikirlərini hamısını qoyurlar qırağa. Baxmayaraq ki, onlar deyə bilərlər ki, biz mütəxəssislərlə oturub oradakı vəziyyəti bilən bizi, filan bizi, ağa buradan neçə 100 kilometr aralıdadır. Müxtəlif bəhanələr gətirə bilərdilər. Amma onların heç birisini gətirmirlər, onlar hamısını qoyurlar qırağa, deyirlər ki, ilahi vəliyinin fikri budur. Vilayət nədir? Vilayət də budur ki, ilahi vəliyin fikrinə təslim olmaq lazımdır, itaat eləmək lazımdır. Onlar da bu itaat edirlər, Allah Taala da qələbəni onlara verir. Xülasə o öz fikrini Əllamə Misbah Yəzdiyə təqdim edəndən sonra diqqət edin, görün Əllamə nə buyurur? Buyurur ki, bu əsl vilayətdir. Yəni əsl vilayət elə budur. Seyyid Həsən buyurur ki, məsələn bir çoxları İmam Xomeyninin həyatı dövründə, eləcə də hazırda yəni İmam Xomeyninin dövründə belə bir vəziyyətlərdə deyirlər, əmr etməyib ki, ağa bizə söz deməyib ki, ya məsələn də ağa filan yer üçün danışmayıb ki, xüsusilə filan yerin adını çəkməyib ki, belə bəhanələr gətirirlər. Seyyid Həsən buyurur ki, bu mənim fikrimdir, bu mənim baxışımdır. Əslində bu vilayətin həqiqi mənasıdır və insan gərək gözləməsin ki, imam ona hökm verə və ya qadağa qoya. Yəni iş o yerə gəlib çatmamalıdır ki, imam gəlsin, açıq-aşkar hökm versin və ya qadağa eləsin.
O qədər sən imamda həzm olmalısan, ərməlisən, imam kimi olmalısan ki, imam deməmişsən bilməlisən imam nə demək istəyir və imama tabe olmalısan. Bəzən imam mehribanlıqdan, sənə olan məhəbbətindən, rəhmətindən bəzən bir fikri sadə şəkildə sənə təqdim edir. Hökm vermir ki, sən çətinlik çəkməyəsən və bunu sənə vacib etməmiş olsun. Yəni özü sənə vacib eləməsin. Görsün sən nə edirsən. Sən öz vəzifəni əməl edirsən ya yox. Amma özü sənə boynuna vəzifə qoymur. Bu da onun ata mərhəmətindən və şəfqətindəndir. Niyə? Çünki açıq sənə söz desə və sən eləməsən sənə əzab gözləyir. İstəmir ki, sən o əzaba düşəsən. Yəni sən onun silləsini mütləq yeyəcəksən. Çünki Əleyhissalam rivayətdə var ki, buyurur, ilahi rəhbərə kömək zamanında yatan adam, qəflətə düşən adam, sözə baxmayan adam düşmənin təpiyi ilə oyanar. Ona o təpiyi dəyəcək. Və sən də ilahi rəhbərin sözünə baxmasan, o təpiyi dəyəcək. Gəldilər Əleyhissalama dedilər ki, bəs niyə intiqam almırsan? Niyə qılınca əl atmırsan? İmam Əleyhissalam dedi ki, axı mənim köməkçilərim yoxdur. Dedilər ki, ağa biz varıq, biz gələcəyik. İmam dedi, yaxşı, gedin sabah gəlin. 4 nəfər imamın sözünə baxdı. Yəni bu qədər müsəlman cəmiyyətinin içindən qədirxumu görənlər, səhabələr, amma onların içində 4 nəfər imamın sözünə baxdı. O 4 nəfərdən də biri Əbu Zər ki, gecikdi. İmam Sadiq Əleyhissalamdan da əgər səhv eləmirəmsə rivayət buyurur ki, rəbəzəyə sürgün olmağı o gecikməyə görə idi. Yəni zamanənin rəhbərinə, ilahi vəlinin sözünə baxmamaq və ya baxmaqda gecikmək, vaxtında əməl eləməmək. Çünki əmrin vaxtında əməl olmağın özünün də nəyi var? Əhəmiyyəti var. Vaxtında əməl eləmək nə oldu? Nəyə səbəb oldu? Onun rəbəzəyə sürgün olunmağına. Bu onu göstərir ki, ilahi rəhbər əgər əmr versə və sən o əmri yerinə yetirməsən, səni bəla gözləyir. Ağa buyursa ki, cihad-ı təbyin, təbyin cihadı vacibdir. Özü də təcilidir. Və sən də qulaq ardına vursan, bil ki, bunun silləsi dəyəcək. Düşmən tərəfindən bunun təpiyi dəyəcək. O müxtəlif bəhanələr gətirir ki, mən elə elədiyim özü də elə cihaddır da. Halbuki cihadın mənası budur ki, düşməni narahat eləməlidir sənin o danışdığın mövzu. O haqqı bəyan eləməyin düşməni narahat eləməlidir. Görürsə sənin danışdıqların düşməni narahat eləyir. Düşmən sənə töhmət atır, istehza eləyir. Düşmən səni terrorist, radikal, tünd belə şeylər sənin barəndə varmı? Baxıb görür ki, bunlar yoxdur. Deməli, nə bəhanə gətirirsən ki, mən elədiyim də elə cihaddır da. Yəni sən baxıb görməlisən düşməni ən çox nə narahat eləyir? O əməli salihdir Quran məntiqində. Rəhbər də onu sənə vəzifə qoyub deyib cihadı təbyin cihadı elə. Cihad yəni düşmən müqabilində sən bir haqqı bəyan elə. Sən də düşmən müqabilində söz desən, düşmən bu rahatlıqda keçməyəcək ki, narahat olacaq və səni başlayacaq töhmətlə, damğa ilə müxtəlif hücumlar sənə gətirəcək. Deməli, ilahi rəhbər bəzi vaxtlar sənə əmri özü açıq-aşkar vermir, şəfqətindən və atalığından və mərhəmətindən. Və gözləyir ki, sən o vəzifəni yerinə yetirəcəksən, ya yox. Kərbəlada da bu təkrar oldu. İmam Hüseyn əleyhissalam da vəzifə qoymadı öz əshabının boynuna. Hətta vəzifəni götürdü belə. Amma onlar vəzifəni həyata keçirdilər. Onlar dedilər, bəli, sən haqqını götürürsən. Amma biz qiyamətdə nə cavab verərik? Yaxşı, bu məqam nətər insanda ələ gəlir? Necə olur ki, belə bir şəxsiyyət, Seyyid Həsən kimi bir şəxsiyyət ki, ilahi rəhbər onun barəsində bu bir məktəbdir, gedin ondan vilayət öyrənin. Və necə bu vilayətdə bu məqama çatır ki, nəinki buyurduğu əmrə tabe olur, çəkindirdiyi nəhiydən, çəkindirdiklərindən, qadağalardan çəkinir, heç. Hətta onun qəlbini də belə razılığını və narazılığını da nəzərə alır, onu da ələ gətirir və onunla hərəkət edir. Bu nətər ola bilər ki, bir insan imamın razılığını və narazılığını ələ gətirə bilsin? Onun fikir və düşüncə sistemini ələ gətirə bilsin. Bunu da mən oxuyum, bəhsini tamamlayayım. Seyyid Həsən ağanın öz sözü konferansda buyurur, mən onun əksər kitablarını oxumuşam və iddia edə bilərəm ki, demək olar bütün yazılarını, söhbətlərini və çıxışlarını İmam Xomeyninin vəfatından indiyə qədər izləyib təhqiq eləmişəm, araşdırmışam. Yəni gedib dərinliyinə girmişəm. İlahi rəhbərin fikirlərinin dərinliyinə girmişəm. Bunları ona görə deyirəm ki, bir şəhadət verim sizə. Hələ onlardan əlavə buyurur, həmçinin fiqhin bir neçə babında ondan qalan geniş həcmdə fiqhi dərslərin səs yazılarını dinləmişəm. Bundan əlavə onu yaxından tanıyan çox sayda şəxsin, alimlərin, mütəfəkkirlərin, siyasi və mədəni sahədə rəhbərlik edənlərin və ya elitanın, yəni xüsusi təsirə malik olan insanlar, bütün onların şahidliklərini eşitdikdən sonra həmçinin onun şəxsi, elmi, fikri, cihadi və siyasi həyatını araşdırdıqdan sonra tam əminliklə deyə bilərəm. Biz rəhbərlik və yaxşı idarəçilikdə, təqva və zöhddə ən yüksək məqamda olan bir imam qarşısındayıq. Yəni bu dəqiqə İmam Zaman əleyhissalam ki, onun üstə heç kəs onunla müqayisə oluna bilməz. Yer üzündə elə bir şəxsiyyət yoxdur ki, Seyyid Həsənin dediyi sözə əsasən deyirəm, amma ikinci elə bir şəxsiyyət yoxdur ki, bu tərifi sən onun barəsində verə biləsən. Deyir, mən bu qədər o şəxsiyyəti araşdırmışam, sizə bu şəhadəti verirəm ilahi rəhbər barəsində. Elə bir imam qarşısındayıq. İdarəçilikdə misli bərabəri yoxdur. Buna nəinki indi dostlar, Seyyid Həsən kimi onu dərindən araşdırmış bir şəxslərin etirafıdır. Hətta düşmənlər də buna etiraf ediblər ki, biz İmam Xameneyinin qarşısında acizik. Buna özləri etiraf ediblər. Mövzu bu deyil deyə də girə bilmirəm.
Amma araşdırsaq bu özü bir dənə silsilə bəhs istəyir. Gedək gələk dünyada müxtəlif ölkələrin İranla düşmənçilik edən, İslam hökuməti ilə, bu ilahi rəhbərlə düşmənçilik edən düşmənlərin, onların təhlükəsizlik orqanları var da, başında İranla düşmənçilik edirlər. Onların sözləri yığaq burada danışaq. Görün nələr deyiblər ilahi rəhbər barəsində. Deməli, bu təhqiqatlar ilahi rəhbərin sözünə bu qədər təslimiyyətlə qulaq asmaq, dərindən onun fikirlərini öyrənmək səbəb olub ki, o vilayətdə elə bir məqama qalxsın ki, ilahi rəhbər onun barəsində buyursun ki, bu məktəbdir. Və o indi də kömək eləyir. O şəhadətdə elə bir məqama çatıb ki, indi də müqavimət cəbhəsinə ağalıq edir və indi də müqavimət cəbhəsini əlindən tutur. Ona təvəssül eləsək bizi də əlimizdən tutar. Əllamə Misbah hətta buyurur ki, hələ diriliyində Seyyid Həsən Nəsrullaha deyir ki, mən özüm sənə təvəssül eləyirəm. Dualarımda Allaha dua eləyəndə sənə təvəssül eləyirəm. Sənin məqamına təvəssülüm, Allahdan sənin məqamına xatir istəyirəm. Allahu Əkbər. Biz belə bir şəxsiyyətin bugün il dönümünü keçiririk. Allah Taala onun şəfaətini, köməyini bizim halımıza, müqavimət cəbhəsinin halına şamil eləsin. Bizim zindanda olan əzizlərimizin halına şamil eləsin. Tezliklə zindanda olan bacılarımızı da azad eləsin, izzətlə, əzəmətlə və xalqını öz qeyrəti ilə, xalqını öz meydana daxil olub düşmənə etiraz edib, düşməni dala çəkib, dala otuzdurmağı, düşməni zillətə salmağı ilə inşallah bu hadisələr baş versin, bu qələbələr baş versin inşallah. Elhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.